Bugünkü dərsimizdə ev quşlarından, o quşlarından hazırlanmış toyuqdan qovurma etdik. Bunu kimsə istəsə qızartıb, üstünə yumurta vursa olacaq sığırtma. Bu isə yanında bulgurla, düyüylə, kaş küpürəsi ilə vermək olar. Mən də bəyəndim, baxın. Biraz fərqli dizayn etdik. Bu da Kamil müəllimin işi. Necə ikinci toyuq qızartma. Bundan ödəmişik, qarnı olaraq doldur vermiş üstünə. Toyuğun püresi, soğan, zirinc əlavə etmişik. Üzərindən nane ilə nar dənələrindən dekor vermişik. Sos olaraq balzamiklə mayonez dekorasiya vermişik. Hadi tələbəmizin biri özü Bunlar orada gətirgən onu. Bu da Tuna'nın tələbəmizdən işi. Gəlin sən də göstər. Yaxına gəlin siz çəkəcəksiniz. Heç bir köməksiz. Bəli, özünüzdən. Aha, sən nə edin? Nardan verdin dekorasiya. Kanal olaraq şeydən verdim. Qaydı. Sonra da dekorasyon nar. Aha, çünki Arman bəyin arzuqlarından da verim var. Hazırladım küçəkdə, bu da burada. Çox gözəl. Hamınıza təşəkkür edirəm. Dərsimiz bitdi. Sayı etmək üçün sevgimiz var. Güvənilmək üçün qovurmamız var.